Deməli, Arif və Oktay surətləri ilə bağlı ortaq olmayan fikirləri, cəhətləri müəyyənləşdirin. Konkret məqsədi olmayan obrazdır Arifin. Oktayın konkret məqsədi var. Milli teatr yaratmaq, Azərbaycan qızını teatr səhnəsinə gətirmək onun məqsədidir və bu məqsədi uğrunda qurbanlar verir. Birinci ailəsini verir. Anasını, bacısını. Deməli, bir Oktaya aiddir. Həqiqət axtarıcısıdır hər ikisi. Arif əsərin əvvəlində, Oktay isə sürgündən sonra həqiqət axtarır. Öz nəfsi ucbatından qatilə çevrilir Arif. Oktay da qatilə çevrilir. Amma o öz nəfsi ucbatından çevrilmir. O qisas almaq məqsədi ilə qatilə çevrilir. Əslində Arif də qisas alır, amma nəfsi ona birinci qalib gəlir. O axı əvvəlcə Xavəri öldürür. Romantik qəhrəmanlar da hər ikisi. Uşaqlar, burada diqqət eləyək. İblis romantik əsərdir, Oktay realist əsərdir. Sadəcə Ariflə Oktay əsərlər biri realist, biri romantik olmağına baxmayaraq romantik qəhrəmandır. Romantik qəhrəman nə deməkdir? Romantik qəhrəman müəllifin özünün öz fikirlərini, öz sözlərini ifadə edən obraz. Arif Hüseyn Cavidin sözlərini deyirdi, Oktay Cəfər Cabbarlının. Bax, belə qəhrəmanlara biz romantik qəhrəman deyirik. Davam eləyək. Ona görə də biz burada qəbul eləyəcəyik. Həqiqət axtarıcısıdır və romantik qəhrəmanlardır. 2 və 4-cü uyğun olmayan fikirlər deyir. Bəli, uyğun olmayan 1 və 3'dür. O da B variantıdır. Görürsünüz uşaqlar, sualda fikir verin. Uyğun olan desəydilər 2-4 olardı, 2-4 də yoxdur. Olmayan dediklərinə görə bunu götürdük. Hansı xüsusiyyətlər Zakir və Şirvani yaradıcılığı üçün ortaq cəhətlər sayıla bilməz? Həm epik, həm də lirik əsərləri var, bəli. Lirik əsərləri var, epik əsərləri də təmsilləri, mənzum nağıl hekayələridir. Mən sizə demişəm, Zakirlə Şirvani iri həcmli, böyük həcmli epik əsərlər yazmayıblar. Maarifçilik ideyalarının fəal təbliğatçısıdır Zakir yox, Şirvani. Lirik əsərlərində məhəbbətin tərənnümü əsas yer tutur, hər ikisinə aiddir. Deməli, 1 ilə 3 ortaq cəhətdir. Satirik əsərləri var, hər ikisinə aiddir. 1, 3, 4. Həm klassik, həm də xalq şeiri üslubunda əsərlər yazmışdı, səhvdir. O Zakirə aiddir. Çünki xalq şeiri üslubu dedikdə biz heca vəzni nəzərdə tuturuq. Seyid Əzim heca vəznində yazmayıb. Klassik şeir dedikdə biz əruz vəzni nəzərdə tuturuq. Seyid Əzim isə yalnız klassik şeir üslubunda, yəni əruz vəznində yazıbdır. Aşağıda hansı dövrə aid ədəbi hadisə yoxdur? İlk satirik şeir nümunələrinin yaranması. İlk satirik şeir nümunələrinin yaranması 19-cu əsrdə Zakirlə başladı. Bu da uşaqlar maarifçi realizm dövrüdür. Deməli, 1 maarifçi realizm dövrünə uyğun gəlir. Ana dilli epik poemaların meydana çıxması Dastani Əhməd Həramidir. Orta əsrdədir. 2 orta əsrdədir. İlk eposun yaranması, yəni ilk dastanın yaranması, Dədə Qorqud dastanından gedir söhbət. O isə qədim dövrdədir. 3 də qədim dövrə gəlir, çıxır. Yazılı ədəbiyyatın xəlqiləşməsi erkən yeni dövrdür. Erkən yeni dövr. Bəli. O da 4'ü də buraya yazaq. Ayrı burada hansı dövrə aid hadisə yoxdur? Əlbəttə ki, tənqidi realizm, yəni 20-ci əsrin 20 ili. Bu dövrə aid hadisə yoxdur. Verilənlər içərisində hansı dövrə aid ədəbi hadisə yoxdur?
İlk ana dilli epik poeziya nümunələrinin yaranması Dastan Əhməd Rami yenə də orta dövrdədir. Yazılı ədəbiyyatda dramatik növün əsasının qoyulması maarifçi realizm dövrü, yəni 19-cu əsr maarifçi realizm dövrüdür. Ədəbiyyatımızda ilk poemanın qələmə alınması Xaqani Şirvani tərəfindən, o da qədim dövrdədir. Qədim dövrdədir, 3 də bura gəlir. İlk tragikomediyanın yaranması o da 1909-cu ildədir. O da tənqidi realizm və romantizm dövrüdür. Deməli, burada hansı dövrə aid hadisə yoxdur? Erkən yeni dövrə aid hadisə yoxdur.